Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam edir. Bugünkü iclasda təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rolu ilə bağlı toplanmış sənədlər, sübutlar məhkəmə prosesində dövlət ittihamçılarının çıxışlarında qiymətləndirilir. Qeyd edək ki, bu məhkəmə iclası artıq bir ilə yaxındır ki, davam edir. Məhkəmə istintaqında İbtidai istintaq zamanı toplanmış çoxsaylı sənədlər, sübutlar, faktlar araşdırıldı. İş üzrə keçən çoxsaylı fotomateriallar var idi, video materiallar var idi. Eyni zamanda məhkəmə istintaqı zamanı müdafiə tərəfi də əlavə çoxsaylı sübutlar təqdim etmişdi. Onların hər biri məhkəmə istintaqı zamanı araşdırıldı, tədqiq olundu və indi isə hazırki mərhələdə tərəflərin həmin sübutları, faktları qiymətləndirməsi mərhələsidir. İlk olaraq dövlət ittihamçıları çıxış edirlər bu sübutlarla bağlı və qeyd edək ki, dövlət ittihamçılarının çıxışları 6 mərhələ üzrə, 6 istiqamət üzrə həyata keçirilir və onu da qeyd edək ki, dövlət ittihamçılarının çıxışlarında qeyd olunur ki, təqsirləndirilən şəxslər üzrə irəli sürülən ittihamlar həmin sübutlarla, həmin faktlarla bir daha təsdiqini tapar. Məhkəmə prosesi açıq keçirilir. Qeyd edək ki, dövlət ittihamçılarının çıxışlarından sonra çoxsaylı zərərçəkmişlər və zərərçəkmişlərin nümayəndələri də məhkəmə prosesində iştirak edir. Bundan sonra onların çıxışlarının mərhələsi başlayacaq və digər bu mərhələ bitdikdən sonra isə digər tərəf, müdafiə tərəfinin çıxışları məhkəmə prosesində başlayacaq və onlar da fikirlərini bildirəcəklər. Bizim bugünkü iclasla bağlı hələlik bu saata çatdıracaqlarımız bu qədər, amma biz xəbərlərin növbəti buraxılışında geniş reportajımız olacaq ki, orada daha geniş məlumatlar əksini tapacaq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.